Bakallar gördüğünüz bu bakal çeşidləri 20% hal-hazırda endirimdədir. Topdan alış zamanı 22 manat belə üçlü çeşidlər. Bunlar da nəzərinizdə olsun ki, bu qızılı hissələr, qızıllar getmir yuyulduğu zaman, amma tekstura sevənlər içəri şəhərdə restoranlarda milli ornament, milli mətbəx və sair kimi olan restoranlarda baxın bu qablardan istifadə 2 manat 30 qəpiyə bunlardır. Xırda ölçüləri isə 1 manat 40 qəpidir bunlar. Baxın bu Versace'nin elə bir teksturasıdır. 2 mərtəbə və 1 mərtəbə olaraq istifadə ilə açılır. Bu şəkildə qaldırırsınız. 1.80-dən 3 manata qədər, yəni ən bahalısı 3 manatdır. Yəni rast gəlmədiyim çeşiddir, sizlərlə də tanış edeyim. Dar, ensiz, divarla şkafın arasına və s. kimi belə də aça qoya bilərsiniz və yaxud da belə tam aça bilərsiniz ya da belə tapa bilərsiniz ki, 1 manat 70 qəpik, 80 qəpikdən başlayır. Kiçik xırda ölçülər. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev, bugün sizlər üçün növbəti toplantıdan həftədə 3 dəfə inşallah mümkün olduqda sizlərə toplantısı göstərməyə, tanıtmağa çalışırıq ki, bugünkü toplantıcı mağazamızda ev, mətbəx, qab-qacaq əşyalarının satışı ilə məşğuldur. Birinci əl ixalçıdır. Öncədən çox danışmayıb içəri keçəcəm, çünki bunları bəzən irad tutursunuz. Ünvanı qeyd edirəm. Ünvan yerləşir Meyvəli dairəsindən Lökbətən istiqamətində gələndə gördüyünüz kimi birinci dairədir. Dairəni keçən kimi 30 metr, 40 metr irəlidə sol tərəfdə Megashop mağazasıdır. Mağaza yerləşir ünvan olaraq Abşeron Ticarət Mərkəzinin Abşeron Mall ərazisi, korpus 6, mağaza nömrəsi 13. Keçib içəri hansı çeşidlər var qısa olaraq sizlərə göstərəcəm. Maksimum qısa müddətdə qiymətlərindən bərabər. Kim ki ev əşyaları, mətbəx əşyaları, qab-qacaq, cehizli alışını eləyir və yaxud da axtarırsa, videonu sona qədər izləsin. Ətrafınızda bu məhsulları satan və ya ehtiyacı olan varsa, axtaran varsa da bu videonu həmin şəxslərlə paylaşın ki, onlar da tanıyıb faydalansınlar. Getdik. Mağazaya keçmədən öncə mütləq kanalımıza abunə olun, videolarımızı bəyənin ki, daha çox insanın qarşısına çıxsın və növbəti toplantılarda siz tanıya biləsiniz. Mağazada əsasən Çin və Türkiyə istehsalı məhsullardır, İran istehsalı məhsullar yoxdur. Gördüyünüz kimi sol tərəfimdə qab-qacaq çeşidlər var, sağ tərəfdə də yenə dəstlərə aid çeşidlər var, hamısı boşqab dəstləridir, sunumluqlar və s. Ümumi olaraq kateqoriya olaraq bölsək, həm mətbəx üçün, həm hamam otağı üçün, həm də ev əşyalarına aid çeşidlər var ki, inşallah girişdən sağ tərəfdən başlayaraq sizə ümumi olaraq çeşidləri göstərəcəyik, daha sonra nümunə olaraq da qiymətlərini yenində qeyd edəcəm. Onu da öncədən qeyd edim ki, yəni burada gördüyünüz dəstlər olsun, çeşidlər, ucuzluq, nə alsan 1 manat bu konseptdə olan mağazalar üçün nəzərdə tutulmur, yəni onlara uyğun gəlməyəcək. Orta və yuxarı segment məhsullar satan mağazalar, həmçinin keyfiyyət baxımından da orta və yuxarı keyfiyyətli olan məhsul çeşidlərdir ki, misal olaraq gətirəsi olsaq, bakalların, minimum başlayır bakalların çeşidləri 20 manatdan. Burada da gördüyünüz kimi yaxından zəhmət olmasa göstərək. Burada çox incə, bunlar incədir, üfləmə üsulu ilə hazırlanmış mağaza əməkdaşlarından qeyd etdiyi kimi. Bunlar yəni tökmə qəliblər deyil, yəni ağır mallar deyil, irəlidə bəzən çeşidlər var. Bunlar daha incə çeşidlərdir ki, həm keyfiyyətində, həm də bu qızılı hissələrinin getməsi və s. kimi nüanslar bu çeşidlərdə olmur. Arxa fonda bütün göstərəcəm, təxminən burada bir 40-50-yə yaxın 80 çeşid. 80 çeşid burada bakal çeşidləri var. Baxın burada fərqli. Həm bakal çeşidləri, həmçinin də mürəbbə qabı, marojna qabı kimi, nə bilim, digər desertləri, çərəz qabı kimi istifadə olunması çeşidlər var. Həm də baxın belə fərqli üzərinə işıq düşəndə rəngli olan çeşidlərdir ki, bunları da yenə buradan tapa bilərsiniz. Həm cehizliyə uyğun gələn çeşidlərdir. Cehizli üçün də alıb istifadə edə bilərsiniz, verə bilərsiniz. Həmçinin də nə bilim, şəxsi, gündəlik, qonaqlara gələndə istifadə etmək üçün istifadə edə bilərsiniz. Burada da belə fərqli mat üzəri belə dekorlu olan çeşidlər var. Şəffafla olan çeşidlər var. Belə maraqlı burada da. Qiymət olaraq bir-ikisini nümunə olaraq deyim. Misal olaraq bunlar 36 manat. Bunlarda da 20% söhbət var yoxsa? 20%. Bakallar hal-hazırda bütün hamısı burada kimi. Bakallar gördüyünüz bu bakal çeşidləri 20% hal-hazırda endirimdədir. Topdan alış zamanı mağazanın WhatsApp qrupu da var ki, qoşula bilir. Bunlar hal-hazırda 20% endirimdən gəlir, düşür hardasa 29 manata. Mağazanın WhatsApp qrupu da var ki, mütəmadi olaraq orada yeni gələn çeşidlər, həmçinin də mövcud çeşidlər daimi olaraq paylaşılır qiymətlə bərabər. Aktiv satışla məşğul olanlar qrupa qoşula bilər. Qeyd etdiyimiz əlaqə nömrələrinə əlaqə saxlayıb qrupa qoşula bilər və mütəmadi çeşidləri izləyə bilər. Baxın, bunlar da maraqlı görsənir. Bunlar da qiymət olaraq bunlar təxminən 27-28 manata düşür. 6 ədədi. 6 ədədi 27-28 manat.
Həmçinin mağazanın sosial şəbəkə ünvanlarında aşağıda qeyd edirəm ki, oradan da baxıb izləyə bilərsiniz. Daha sonra aşağı hissədə bakalların aşağı hissəsində gördüyünüz kimi sonuncuq çeşidlərdir, çərəzliklər, meyvə qabı və s. kimi istifadə edə bilərsiniz. Fərqli çeşidləri var, boyuna görə, ölçüsünə görə. Dairəvi, dördbucaq, uzunsov olmaqla fərqli ölçülər var. Qiymət olaraq ən ucuzları yəqin ki, bu kiçik ölçülər olacaq. 20 manatdır, 23 manat, 22 manat belə üçlü çeşidlər. Bunlar da nəzərinizdə olsun ki, bu qızılı hissələr, qızıllar getmir yuyulduğu zaman, amma ki, netdir, digər kislata tərkibli, təbii ki, onlarda gəlir istifadə etməzsiniz, onu xurma vursaz belə onu da yəni aparacaq. Amma belə adi su ilə, şampunla, feyri və s. kimi yuyucu vasitələrini yuyulduğu zaman bu həmən qızılı hissələrdə, rənglərdə tökülmür, nəzərinizdə olsun. Bunlar misal üçün 22 manatdır, dərin çeşidləri belə şirniyyat qabı olaraq, pirog qabı kimi istifadə edə bilərsiniz. Bunlar da 26 manatdır. Və sair çeşidlər var. Burada da bir ümumi olaraq paralel şəkildə gedək, bütün hamısını göstərə bilər. Yağ qabı, duz qabı, fərqli baharat qabları kimi çeşidlər də var. Qiymət olaraq da yenə 8 manat 50 qəpik, 7 manat fərqli. Həm taxta, belə vakuumlu fason olan çeşidlər var, həm də şüşə çeşidləri. Burada göstərəcəyimiz bakal dəstlərdir, boşqab dəstləri, fincan dəstləri, bunlar nəzərinizdə olsun ki, çini materialdır. Daha keyfiyyətdə məhsullar sizlər təqdim edirlər ki, siz də müştərilərinizə buna uyğun təkliflər eləyəsiniz. Burada da gördüyünüz kimi təqribən bir 20-yə yaxın fincan çeşidi var, fərqli digər tərəfdə də var. Bunların qiyməti standart olaraq buradakı modellərin 30 manatdır, dəsti 6 ədəd, bir dənə bunun qiyməti 32 manat idi. Rəng olaraq belə fərqli ikili rənglərdən ibarətdir. Bu çeşidlər də var, baxın. Qara, ağ, həm tək bir rəng, həmçində ikili paylavinka rənglərindən çeşidləri var. Aşağıda padnos çeşidlərini göstərək. Padnos çeşidlərində fərqli çeşidləri var. 15 manatdan başlayır cütü. Topdan qiymətlər 15-17 manat arası olaraq dəyişir. Bu da sarfetka qabı, şirniyyat qabı dəstidir. Yığılanda burada qulplar da var, maraqlı görsənir. Bunların qiyməti neçədir? 16 manatdır. Mağazalar çəkirik bizdə də. Yəni bəzi məhsullar var ki, heç indiyənə qədər rast gəlməmişəm digərləri və bu da məsələn onlardan biridir. Daha sonra paralel şəkildə gedək. Bunu da qeyd edib keçəcəyik isə boşqab dəstlərinə. Bunlar da soğan, meyvə tərəvəz, soğan, kartof qabı kimi istifadə edə bilərsiniz. Dəstlərdə fərqli rənglərdə, ölçülərdə, həm bağlı, həm də setkalı olan çeşidlər var. Minimum başlayırdı 36-40. Belə ikili çeşidlər də var. Burada dördlü, fərqli daha böyük istəyənlər üçün burada yenə dördlü belə çeşidlər də var. Ən minimum başlayır 36 manatdan. Daha sonra isə keçirik, boşqabları göstərib yenə də inşallah paralel digər tərəfə qaldırırım. Həmən qeyd etdiyimiz tərəvəz qablarının burada yenə də baxın fərqli ölçülərdə xırda ölçüdən başlayaraq üçlü, ikili, böyük çeşidlər var. Bağ evlərində, nə bilim, restoranlarda dekor kimi də istifadə oluna bilər. Maraqlı görüntüsü var. Buradan da başlayır. Bu divar boyunca əsasən boşqab çeşidləridir. Qab-qacaq çeşidləridir. Yuxarıda ədviyyat, baharat çeşidi qablarıdır, altılı. Çeşidlər yuxarıda isə gecə lampalarıdır, komod üstü gecə lampalarıdır ki, tumba üstü, yenə də burada çeşidlər var. Qiymət olaraq 20 manat, 19 manat, 23 manat bu tüklü olanlar, daha sonra 18 manata sadə çeşidlər, 20 manat, 18 manatdan başlayır, 20, 21, 23 manat arası dəyişir. Yəni elə də çox baha deyil, hər kəs ala bilər düşünürəm. Daha sonra baharat qabları çeşidlərində burada yenə bir 20-30-a yaxın fərqli çeşidlər var. Bunlar şüşə çeşidləridir. Bunlar da yenə çini gedir, yoxsa? Keramika. Keramika materialdır. Ağzında rezini var, belə vakuumdur. Tutur. Qiymət olaraq da yenə də burada fərqli qiymətlərə var. 42 manatdan başlayır, yoxsa? 35 manatdan başlayır, 42 manata qədər çeşidləri var. Gördüyünüz kimi rüsumka və tekstura baxımından həm belə xırda, iri ölçülə olan, taxta qapaqla olan, fərqli teksturalarda olan çeşidlər var. Daha sonra buradan da dəstlərdir. Həmən bunları restoranlar da alıb istifadə edə bilər. Kahvaltı setləri kimi istifadə edə bilərsiniz. Nə bilim, yemək dəstə olaraq istifadə edə bilərsiniz. Bunlar predmet olaraq neçə parça olur? Məsələn, yığıb düzəltsən, hər nəydən başlayır? Kiçik, xırda. Kiçik ölçülü rozetkasından başlayır, böyük ölçülü boşqabına kimi. Rozetkalardan tutaraq, bu rozetka sayılır. Rozetkalardan tutaraq, rozetka qabı, sonra sos qabı kimi istifadə edə bilərsiniz. Fərqli yağ qabısından tutmuş, fərqli kasaları var, belə xırda.
supluq olaraq istifadə edə bilərsiniz. Daha sonra belə yenə sunumluq olaraq istifadə eləməyə olan çeşidləri var. Həmçində bunlar ölçü olaraq bundan böyüyü var, yoxsa? Ölçü böyük qalır. Bu hardasa 18-20 santlıq boşqab ölçüləri qalıb, amma digər çeşidlərim var. Bunlarda var, hə? Qiymət olaraq bir ədədlə, yəni ədədlə istədiyiniz sayı, istədiyiniz çeşidi seçib yığdıra bilərsiniz. Həm şəxsi istifadə üçün, həmçinin də yenə də satışla bağlı. Qiymət olaraq deyəsi olsam, yəni qeyd etdiyimiz kimi material çinidir, 1-2 manat, digər toplantılarda biz də rast gəlirik. Yəni öncədən deyirəm ki, nəzərinizdə olsun ki, bunlar material olaraq, keyfiyyət olaraq digərlərindən fərqlənir. Qiymət olaraq 3 manat 20 qəpik bunun bir ədədi sayılır. 4 manat 30 qəpik misal olaraq bu kasalarda biraz daha qalındır. Bunlar isə 2 manat 40 qəpik. Belə qiymət dəyişir. Böyükləri, bunlar misal alın 5 manat 50 qəpikdir bu dərin çeşidləri. Bunlar təxminən 3 manat 80 qəpikdir. Sonra belə bulud var, 6 manat 40 qəpik. Belə bir bulud var. Daha sonra belə naxışlı tekstura sevənlər içəri şəhərdə restoranlarda milli nə deyirlər ona? Ornament, milli ornament, milli mətbəx və s. kimi olan restoranlarda baxın bu qablardan istifadə eləyə bilər ki, uyğun gəlir naxışları. Bunlar da ədəd olaraq yenə fərqli çeşid özünüz yığdıra bilərsiniz. 4 manat 80 qəpik budur. 4 manat 80 qəpik, 3 manat 50 qəpik, 4 manat 20 qəpik, 5 manat 50 qəpik, ən böyüyü 5 manat 50 qəpikdir. Böyük boşqab isə 7 manat. Daha sonra növbəti demək dəstimiz budur. Fərqli burada da bir 10-a yaxın fərqli dəstlər var. Arxa kadrda sizə göstərəcəm. Nümunə olaraq qiymətlər dedim. Sadə sonra tək kasa çeşidləri, maskura çeşidlərdə istəyən varsa 1 manat 40 qəpik budur. Kiçik ölçüləridir. 2 manat 30 qəpiyə belə fərqli üzəri gördüyünüz kimi bunlar yəni şəkil deyil, naxışdır. Əldə də sürtəndə hiss olunur. Fərqli naxışlar var. Maraqlı baxın naxışlar var belə. Bunlar da dərin kasa maskura çeşidləridir. 2 manat 30 qəpiyə bunlardır. Xırda ölçüləri isə 1 manat 40 qəpikdir bunlar. Sonra belə bir sunumluqlar var. Fərqli ölçülərdə, fərqli formalarda. Bunlar da yenə fərqli qiymətlərdə 7 manat 50 qəpik, 7 manat 10 manat aşağıdakı böyük ölçülər. Fərqli qiymətə də yenə burada çeşidlərimiz var ki, baharat qablarında dəmir fərqli, şüşədən fərqli olaraq baxın belə dəmir çeşidləri də var. Yuxarıda onlar nə sayılır? LED gecə lampaları fərqli, daha müasir formada istəyənlər üçün bunlar da yenə elə 22-24 manat arası dəyişir. Ən bahası 30 manat. Aşağıda isə meyvə qablarının plastik çeşidləri, akril. Akril material 6 manat 30 qəpik ən böyüyüdür. Ən kiçiyi isə 3 manat 80 qəpiyə ən kiçik ölçüdür, ən böyük isə 6 manat 30 qəpikdir. 4 fərqli ölçüsü var. Sol tərəfdə də yenə öncə göstərdiyim çaşkaların bir fərqli naxışlı formalarıdır. Burada qiymətlər 30, 32, 34 manat olaraq dəyişir. Yenə də fərqli gümüşü, zərlə olan çeşidlərdir, qızılı rəngli olan çeşidlərdir. Burada da 27 manatdır bu gördüyünüz buradakı bu çeşidlərin. Aşağıdakılar bir dənə 30 manatdır burada. Bunlar da yenə çini material, maraqlı, fərqli teksturalardan belə kəpənəkli, gündəlik istifadə eləmək üçün də 27 manata belə fərqli çeşidləri var. Kofe üçün olan çeşidlər var, xırda 20 manat. 20 manatdır kofe hamısı, hə bunlar da. Baxın, maraqlı baxın görsənir. 20 manat, 6 ədədi 20 manat. Qəhvə içənlər və yaxud da kofe shoplar da yenə alıb istifadə edə bilər. Daha sonra məndən sağ tərəfdə də burada sunumluq çeşidləri var. Yenə də boşqab çeşidlərdir, çərəzliklərdir. Baxın belə fərqli. 11 manatdır misal üçün bunun qiyməti. Aşağıda daha münasib qiymətə istəyirsinizsə burada belə marojna qabı, desert qabı kimi və mürəbbə qabı kimi istifadə edə bilərsiniz. Burada da maraqlı, fərqli yenə kahvaltı setləri var. Baxın üzəri belə güllü və bordo 33 parçadır. 146 manatdır, 33 parça. Türkiyənin Acar brendidir, nəzərinizdə olsun. Çaşkası var, belə boşqabı var, xırda ölçü, böyük ölçü, duz qabısıdır, xırda buludları, sunumluqları və s. Belə bunlar da yəqin ki, bunların da bir fərqli teksturada olan rəngdə qaranla ağın qarışığıdır. Burada fərqli yenə qap çeşidləridir. Bunların üzərindən keçirəm. Demək, yuxarıda da gördüyünüz kimi səbət çeşidlərdir plastik materialdan. Bunlar da yenə paltar üçün, meyvə tərəvəz üçün və s. məqsədlərlə istifadə edə bilərsiniz.
belə dəmir bayaq dəmir saxlama qabları formasında. Sonra sunumluqlardır. Bunlar da şirniyyat üçün istifadə etməyə. Baxın belə bu birini göstərdim. Akrildir bunlar da yenə. Yəni qida ilə bağlı narahat olmayın. Tam yararlıdır keyfiyyət baxımından. 12 manat 50 qəpik. Qiymət 12 manat 50 qəpik qiyməti də. Daha sonra baharatların belə fərqli çeşidləri var. Dəst formasında satılır, amma yenə mağazasınızsa özünüz alıb bölüb sata bilərsiniz. Vakuumludur. Ağzı rezinli, bərkiyib hava keçməsin deyə nəsə saxlaya bilərsiniz, nəm çəkməsin. Bunların bu ölçülərdə var. Kiçik belə fərqli ölçülərdə var. Bunların qiyməti bu dəstin 46 manatdır. Ən böyük bu hardasa 3-4 litr, 2 litr tutar ha. 2 yarımdan 10-15 litrə qədər olan həcmləri var. Belə fərqli yenə sunumluqlardır. Bunlar da nə bilim Türkiyə istehsalı, yemək, aş və s. kimi istifadə edə bilərsiniz. 49 manat, 46 manat fərqli ölçülərdə yenə olan çeşidlər var. Belə akril yenə qablar var. Hamısını göstərməyə çalışıram ki, qoy rahat şəkildə gələ bilməyənlər, regionlardan izləyənlər bizi izləyə bilsiniz. Farfır boşqab dəstlərinin 24 parça fərqli rənglərdə görürsünüz. Burada bir 10-15 fərqli çeşidlər var. Qiymət olaraq 150 manat. Daha yuxarı qiymətə, keyfiyyətə məhsul satırsınızsa, buradakı çeşidləri, baxın bu Versace'nin elə bil teksturasıdır. Burada da yenə fərqli saxlama qabı, meyvə qabı kimi. Bunlar hara istehsalıdır? Çin istehsalı, amma fərqli. Qidaya ziyansızdır. Qidaya ziyansızdır. Tam rahat şəkildə satışını və istifadəsini eləyə bilərsiniz. 2 manat 40 qəpiyə olan çeşidlər var, ölçüsünə görə fərqlənir. 4 manat 80 qəpik. Əlinizə alanda özünüz keyfiyyəti hiss eləmək mümkündür. Həm ağırlığından, həm qalınlığından, materialından. Yəni, az da olsa başı çıxan adam keyfiyyəti dərhal hiss eləyə biləcək. Yenə də 4 manat 80 qəpik, 3 manat 80 qəpik fərqli ölçüləri olan çeşidlər var. Belə vanna çeşidləri də yenə fərqli ölçülərdə. Bunlar da ən xırda ölçüləri 3 manat 20 qəpikdən başlayır. Yenə keyfiyyətli material. Nəzərinizdə olsun, yəni buradakılar həmən İran istehsalı deyil, Çinin fabrika mallarıdır. Burada da fərqli sunumluqlardır. Belə maraqlı qablar da var yenə. Fərqli təyinatda yenə özünüz ehtiyacınıza görə istifadə edə bilərsiniz. Belə meyvə qabı, yenə də kül qabı dəsti var. Sunumluq dəsti var. Daha sonra isə keçək digər tərəfdən. Buranı deyib, buranı göstərib digər tərəfə yenə qaydırıq, paralel şəkildə gedək. Fərqli qətdan qabı çeşidləri var. Bunlar daha biraz uyğun qiymətə olan çeşidlərdir yəqin ki. Burada qətdan çeşidləri daha aşağı qiymətə, yəni çeşidlər də tapa bilərsiniz ki, 1 manat 70 qəpik, 80 qəpikdən başlayır. Kiçik xırda ölçülər, fərqli ölçülərdə olan çeşidlər var. Baxın belə böyük mürəbbə qabı kimi, yenə qənd konfet qabı kimi istifadə edə bilərsiniz. Şüşə, belə çərəzliklər də var. Külqabı çeşidləri var. Külqabı çeşidləri də 1 manat 80 qəpikdən başlayır. Yenə sadə çeşidləri, fərqli ölçülərdə olan çeşidlər də var. Tək belə bakallar var. Daha sonra belə maraqlı dəstlər var, xırda. Daha sonra çörək qabı çeşidlərdir. Belə xəkandaz dəstləri var, 10 manat 70 qəpiyə. Çörək qabılar da yenə, çörək qablarının həsir, taxta və s. çeşidləri var. Bunlar da ən ucuzu başlayacaq 1.80, 2.30. 2.30-dan başlayır, yuxarı dəyişir. Burada da fərqli öncəki bakal çeşidlərinin bir ayrı növləri var. Yağ qabı, pendir qabı çeşidləridir. Daha sonra belə çubuqlu bakal çeşidləridir. 2 manat 60 qəpik. Saxlama qablarının vakuumlu variantları var. Belə altlıqlar var. Paçka ilə satılır. Topdan alışda. Pərakəndə almaq istəyənlər də yenə gəlib evləri üçün tək-tək alışını eləyə bilərlər. Daha sonra isə buradan qayıdıb sizə şuşka çeşidlərini göstərməyi unutdum. Bunu bir dənə görsədək. Yuxarıda fərqli burada çoxlu çeşid şuşka çeşidləri var. Yenə də maraqlı və rast gəlmədiyim çeşidlərdəndir. Dedim, bunları da sizə göstərim. Baxın, belə alüminium çərçivələ, plastik alüminium çərçivəli çeşiddir. Bunun qiyməti 42 manat idi. Bunlar amma ümumilikdə çeşidlər 27 manatdan başlayır. Alüminium plastik olmağına görə fərqlənir. Baxın, belə maraqlı biri də var. Bunu da göstərdim. Bu çeşid, demək, alüminium, sırf bütöv alüminium gövdədir. 2 mərtəbə və 1 mərtəbə olaraq istifadə ilə açılır. Bu şəkildə qaldırırsınız. Olur 2 mərtəbə.
Burada yenə boş qab yerləridir, stəkan, çəngəl, bıçaq və sair kimi yerləri də var. Bunu da açıb bağlaya bilirsiniz. Yuxarıda isə yenə də fərqli plastik paltar qabları, səbətlər kimi istifadə olunan çeşidlər var. Onları da sizə göstərdim. İndi davam edirik. Yenə burada da fərqli yenə nə idi bunun materialı? Adı yadımdan çıxdı. Akril materialdan olan digər çeşidlər var. Kiçik ölçüdən başlayır. Böyük ölçülər, həm kvadrat, həm dairəvi, həm ürək formasında. Baxın belə padnos formasında olan çeşidlər. Qiymət 4 manat 40 qəpik. Daha sonra belə rəngli akril olan çeşidlər var. Xırda ölçüləri var. Bunlar 3 manat 50 qəpikdir. Buradan isə hamam aksesuarlar çeşidləridir. Əsasən burada törkə çeşidlərdir. Hamam aksesuar çeşidlərində fərqli materialdan olan var. Bunlar keramika ilə olan çeşidlər var. Daha sonra belə sabun qabı, fərqli buradan çeşidləri görürsüz. Qiymət olaraq da yenə keyfiyyətinə görə, materialına görə dəyişir. 4 manat 50 qəpikdən başlayacaq, üz yuxarı dəyişir. 8, 9, 10 manat arası dəyişir. Hamam aksesuarları fərqli rənglərdə. Baxın, bunun maraqlı görünüş var. Məsəl üçün, dəsmal asılqanı ilə, şampun qabısı ilə bir yerdə. Fərqli, maraqlı, şablon olmayan məhsullar buradan tapa bilərsiniz. Çörək qabı çeşidləri. Baxın. Bunlar plastik, üzəri taxta, ağzı yenə vakuum kimi, daha sonra belə açılıb bağlanan çeşidləri var. Dəmir taxta ilə olan, sırf taxtalı olan çeşidlər var. Qiymət olaraq da bunlarda ən ucuz 26 manatdan başlayır, üzü yuxarı dəyişir. Aşağıda da saxlama qablarının fərqli yenə çeşidləri var, vanna çeşidləridir. Burada isə hamam dəstlərinin dəstidir. Hamam aksesuarlarının dəsti. Zibil qabısı, sabun qabısı, şampun qabısı və s. kimi. Baxın, üçlü, dördlü fırça qabısı və s. kimi dəstləri var. Həmçinin də belə tək-təkdə plastikdən daha aşağı büdcə olan çeşidlər də tapa bilərsiniz. Daha sonra keçirik növbəti stendimizə. Burada da yenə qəfadan çeşidlərdir, çaynik çeşidlərdir, şüşə. Daha sonra belə yenə dördlü, üçlü saxlama qabları çeşidləridir. Plastik materialdan. Aşağıda belə qablar var, yenə taxta. Bu düymə çəkməyəcəyə uyğun olaraq, sizin siyirmənizin ölçüsünə uyğun olaraq qaşıq qabı, çəngəl, bıçaq və s. kimi yığa bilərsiniz. Belə də aça qoya bilərsiniz və yaxud da belə tam aça bilərsiniz ya da belə. Qiymət 15 manat 60 qəpik. Qeyd etdiyimiz qiymətlər topdan qiymətlərdir, nəzərinizdə olsun. Daha sonra belə baharat qablardır, yenə 23 manat 40 qəpik olan çeşidlər var. Sadə çeşidlər var belə. 2 dənəlisi 6 manat 50 qəpikdir, 4 dənəlisi 12 manatdır. Baxın, belə duz qabı, 4 duz qabı, stiyot qabı kimi istifadə edə bilərsiniz. Taxta, nerj, qulpuna. Bunlarda fərqli çeşidləri var. Yenə çaynik çeşidləridir. Bu çayniklərin ən sadələri neçədən başlayır? 6 manatdan başlayır. Əlimdəki misal olaraq 6 manat 80 qəpik. 6 manat 80 qəpikdir. Kiçik ölçüləri, böyük ölçüləri. Litraj olaraq 500 millidən yəqin ki başlayacaq. 1 litrə qədər, 1 litr 200-ə qədər fərqli rənglərdə və formada maraqlı çeşidləri var. Dəmliyi də var, içərisində setkası da var və belə şüşə materialdan. Burada da sunumluqlar da qızılı. Bunlar da rəngi getməyən modellərdir yəqin ki. Türk mallardır, nəzərinizdə olsun. Güzgülü olan modellər var. Qulamı da görək burada, güzgülü modellər. Kvadrat, dairəvi, uzunsov. Daha sonra salfetka, mətbəx üçün belə uzun rulon salfetka qabı çeşidləridir. Keçək arxa tərəfə. Bunun göstərmək istəyirəm. Bunu da rast gəlmədiyim çeşiddir. Sizlərlə tanış edeyim. Dar, ensiz, divarla şkafın arasına və s. kimi, orqanayzer kimi, məsələn, özünüz ehtiyacınıza uyğun olaraq istifadə edə bilərsiniz. 2 çeşidi var. Qiymətini öyrənmək istəyənlər, topdan qiymətini öyrənmək istəyənlər mağazana əlaqə saxlayıb dəqiqləşdirə bilər. Daha sonra keçirik burada aş-süzən, nə deyirlər buna? Aş-süzən deyirlər, bunu nə deyirlər? Çeşidlərdir, süzgəcli, fərqli. 7 manat 90 qəpikdən ən böyüyü, ən xırda çeşidi isə 3 manat 30 qəpiyə. Belə fərqli materialdır. Nerj, nikel və alüminium deyil. 24 santıdan başlayır 28, 32, 40 santiyə qədər olan çeşidlər var. Zibil qabı çeşidlərinin bir 50-yə yaxın fərqli çeşidləri var. Və həmçində ölçü ilə. Dəmir, plastik olan çeşidləri həm ikili,
dəstli, üçlü, fərqli özünüzdə dəstləşdirə bilərsiniz. Həmçində tək çeşidlərində tapa bilərsiniz. Qiymət olaraq ən minimumu başlayacaq neçə manatdan buradan, ən xırda ölçüləri 5-6 manatdan başlayır. Üzü yuxarı yenə də işlər salfetka qabı çeşidləri var. Burada da fərqli, maraqlı akril qabla olan 6 manat 30 qəpiyə misal üçün bunlardır. Taxtayla olan çeşidləri var. Taxtalı belə çeşidlər var. Hansının qiyməti varsa onları qeyd edirəm. Qiymətini qeyd etmədiklərimi öyrənə bilərsiniz. Daha sonra keçirik bu tərəfə. Orta hissədə çaşka çeşidləridir. Çaşkaların da 50-yə yaxın yenə fərqli ölçülərdə, boylarda olan çeşidlər var. Rəngləri də fərqlənir. Qiymət olaraq çaşkalarımız buradakılar 1.80-dən 3 manata qədər. Yəni ən bahalısı 3 manatdır. Budur. Üzəri biraz belə fərqli boyanmış, ikili, rəngli Vinil çaşkalar. vinil çaşkalardır bunlar. 3 manata qədər davam eləyir qiymətlər. Məndən sol tərəfdə isə yenə də orqanazer səbət çeşidləridir, sunumluqlar da bir fərqli çeşidləri, böyük ölçü. Bunlar yenə cehizlik olaraq da verə bilərsiniz, uyğun gəlir. Şişlərdir burada. Burada yenə plastik mətbəxlər üçün süngər, setka qabı, belə setkalar var, paltar setkaları. Ən kiçik ölçü 7 manat 50 qəpikdən başlayır. Böyük fərqli həcmdə olan çeşidləri var. Son olaraq isə bu vitrinlərimizi isə göstəririk ki, burada da yenə xırdavat çeşidləridir. Fərqli məhsul çeşidlərini tapa bilərsiniz. İynə qabı, belə hicab iynələrini taxmaq üçün baxın belə xırdavat çeşidləri var. Fərqli sabun qabı, belə saxlama. Burada belə salfetka, sadə salfetka qabı çeşidləri, belə setkalar var. Belə sarımsaq əzənlərdir. Yox, bu kəsəndir nəsə, kəsəni də var. Daha sonra saxlamalar var, yenə fərqli ölçülərdə. Arxa kadrda bütün bu buradakı xırdavat çeşidlərində sizə göstərəcəyik ki, hamısını bir-bir deyə bilmirəm. Burada fərqli dekorativ bir neçə qablar var belə fərqli. Bunlar material olaraq gilə oxşuyur, nəsə biraz fərqli material. Bunlar poliester. Gil olanlar daha tez qırıldığına görə poliester çeşidlərdir bunlar. Material olaraq ki, daha uzun ömürlü istifadə etmə. Amma əlini vuranda elə bilsən ki, elə nəsə daşdır, elə bilirsən. Burada da yarpaq formasında, teksturasında baxın belə. Bunlar da yenə sunumluq olaraq, nə bilim, dekor olaraq şkaflarda, komodlarda istifadə edə bilərsiniz. Burada da xırdavat çeşidlərinin bir fərqli aş-süzən, setka, asılqan, taxta, qaşıq və s. kimi çeşidlər var. Bunlardan da qiymətində standart qiymətlər olacaq. Qayçı çeşidləri var, qozqıranlardır. Mətbəx üçün yenə fərqli ağaclar və s. kimi çeşidlər var. Ayaq yolu üçün istifadə olunan digər çeşidlərdir. Şotka çeşidləri. Bu qədər dostlar, maksimum bütün çeşidləri sizə tez bir vaxtda göstərməyə çalışdım. Digərlərində fərqli məhsullar, biraz detallarına girdik. Baxın, burada da belə fərqli yenə qızılı, belə qarışdıran çeşidlərdir. Maksimum indi yeni gördüyüm, özümün də yeni gördüyüm fərqli çeşid məhsullar olanda biraz daha detallı göstərməyə çalışıram ki, sizlər də görüb, bilmiş olasınız. Satışını edənlər həm satış məqsədli, şəxsi istifadə üçün istəyənlər isə şəxsi məqsədləriniz üçün gəlib alışını eləyə bilərsiniz. Mağazanın WhatsApp qrupu da var, satış edənlər rahat qoşula bilər. Sosial şəbəkə ünvanlarını qeyd edirəm. Hər hansı sualınız olarsa, yenə də mağazanın əlaqə nömrəsinə əlaqə saxlayıb ünvanlaya bilərsiniz. Nə də kömək dəstək lazımsa göstərirlər. Bütün regionlara, Naxçıvana qədər çatdırılmalar olunur. Buradan işləyən yük maşınlar vasitəsilə sizin regionuna göndərilir. Kanala abunə olmağı, video bəyənməyi unutmayın. Ətrafınızda bu çeşid məhsulları satan dostunuz, tanışınız, qohumunuz varsa da bu toplantıda birinci əl toplantıdır ki, ixalçıdır ki, özləri məhsulları ölkəyə gətirirlər və fərqli maksimum çeşidləri sizlərə təqdim edirlər ki, orta və yuxarı keyfiyyətli olan çeşidlərdir. Yəni bunda nəzərinizdə olsun. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.